Bir neçə gün öncə sosial şəbəkələrdə ucuzluq şəbəkələr mağazasına aid olan böyük ucuzluq mağazası barədə yayılan videoya mağazanın rəhbərliyi tərəfindən sərt reaksiya verilib. Televiziyamıza açıqlamasında mağazanın rəsmisi Vüsal Yaqubov bildirib ki, yayılan video qərəzli xarakter daşıyır və mağazalar şəbəkəsinin nüfuzuna zərbə vurmaq məqsədi güdür. Üstəlik burada vətənimiz üçün həyatını itirən şəhidlərdən istifadə edilməkdədir. Vüsal Yaqubov bildirib ki, sözü gedən mağazanın rəhbərliyi 1-ci Qarabağ müharibəsi qazisidir. Hər zaman şəhid ailələrinə, vətən müharibəsi qazilərinə daima diqqət göstərilib. Lakin heç bir zaman edilənlər video görüntüləri çəkilib reklam olunmayıb. Sosial şəbəkədə yayılan video isə birbaşa şər və böhtandır. Bir neçə gündür sosial şəbəkələrdə yayılmış video ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Hansı ki, heç bir əsası olmadan, heç bir tələb əldə olmadan bizim böyük ucuzluq adından xoşagəlməz video paylaşılıbdır. Bildirmək istəyirəm ki, o videoda heç bir əsas yoxdur. Orada heç bir qeyri-qanuni və yaxud da şəhidlərimizə hörmətsiz olaraq heç bir reklam plakatı yerləşdirilməyibdir. Hətta qeyd eləmək istərdim ki, jurnalistika qaydalarına belə zidd hərəkət edir o insan. Hansı ki, o kadrı çəkibdir, o işi görübsə də o gəlib qarşı tərəfdən fikir almalıdır. Deməlidir ki, belə bir iş görübsünüz. Bizə heç bir məlumat verilmədən, bizə heç bir xəbərdarlıq verilmədən hər hansı bir sosial şəbəkədə paylaşıbdır onu. Çəkilən və dərc edilərək müxtəlif sosial şəbəkələrdə yayılan video ilə bağlı hüquqi müstəvidə ölçü götürüləcək. Qərəzli şəkildə videonu çəkən şəxs, onu dərc edən mətbu orqan məhkəməyə veriləcək. Ucuzluğumuzun sahibi Kamal müəllim Qarabağ qazisi özü şəhidlərimizin xatirəsini həmişə əziz tutaraq, şəhidlərimizin ailəsinə yetərincə maddi, mənəvi dəstək olur hər zaman. Deyərdim ki, o göstərilən yaxşılıqların heç biri ekranlaşdırılmır. Yəni, ekran xatirinə olunmayan yaxşılıqları kimsə gəlib paylaşmır. Burada əsaslı şəkildə bizim plakatımızı burada irad tutaraq yenə də şəhidlərimizin xatirəsinə, şəhidlərimizin ruhuna belə deyərdim, zərər gətirmək istəyirlər. Mən onu da qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı biz lazımi qurumlara müraciət edəcəyik. Hətta məhkəmədə belə qarşılaşmaq istərdim ki, o insanla görüm, nəyə əsaslanaraq bu fikri bildirir o. Məlumat üçün bildirək ki, bütün hüquqi prosedurlar hazırlanır. Qısa zamanda iddia qaldırılacaq.